Salam, hər vaxtınız xeyir, əziz futbol sevərlər və futbol azərkeşləri. 100% futbol verilişinin növbəti buraxışı efirdədir. Studiyada Bəhruz Musayevdir. Hər zaman olduğu kimi bu həftədə verilişimizdə Azərbaycan futbolu və futbolumuzda çatışmayan cəhətləri siz azərkeşlər üçün müzakirə edəcəyik. Və bu həftədə sualımız var. Sualımız isə belədir, əziz futbol sevərlər. Məşqçilərin Dubaya aparılmasına münasibətiniz necədir? Fikir və təkliflərinizi əlaqə nömrəmizə zəng edib bildirə bilərsiniz və bu gün də bu aktual mövzu ilə sizlərin qarşınıza gəlmişik və bu mövzu ilə müzakirələrimiz olacaq, gərgin müzakirələrimiz və bugünkü verilişimizin qonağı var. Qonağını sizə təqdim etmək istəyirəm. Bugünkü qonağımız Gəncə şəhərindən gəlibdir. Qonağımız isə Mikail Əlizadə. Gələcək Körpü Fan Klubunun rəhbəri. Xoş gəlmişsiniz Mikail müəllim. Biz sizin yolunuzu çoxdan gözləyirdik və qismət bu günə imiş. Və digər qonağımız demək istəyərdim, ancaq qonağımız deyil. Hər zaman olaraq futbol eksperti Həsən Abdullayev bizlə bir yerdədir və son vaxtlar baş vermiş ən son hadisələri və Yunuban Premyer Liqasının 20 və 21-ci turunun oyunlarını sizlər üçün müzakirə edəcək. Bir şey də xatırladım ki, əziz futbol sevərlər, bir həftə ərzində 2 dəfə çempionat oyunları oldu, 20 və 21-ci turun oyunları oldu və bugünkü verilişimizdə də çalışdığımız qədər həmən oyunlardan video görüntüləri siz azərkeşlərə təqdim edəcəyik və 20 və 21-ci turun oyunlarını birazdan siz azərkeşlər izləyəsiniz. Və Həsən Abdullayev də həmən futbolları, oyunları siz azərkeşlər üçün müzakirə edəcək Mikail müəllimlə birgə. Mikail müəllim, axşamınız xeyir olsun. İlk öncə axşamınız xeyir olsun. Bugün sizin gəlməyinizi biz çoxdan gözləyirdik, ancaq qismət bu günə imiş və siz gəldiniz və tamaşaçılarımıza maraqlı olan Gələcək Fan Klubunun fəaliyyəti barəsində qısaca fikrinizi bildirsiniz. Təşəkkür edirəm. İlk öncə bizi efirdən izləyən tamaşaçıların axşamı xeyir olsun deyirəm. Və mən bu verilişdə ilk dəfədir iştirak edirəm və çox şadam məni dəvət etdiyinizə görə mən minnətdarlığımı bildirirəm sizə. Və mən deyərdim ki, 100% futbol verilişi regionda çox baxılan verilişlərdən biridir. Şəxsən bizim fan klubumuzun üzvləri çox yaxından izləyir bu verilişi. Mənim xəbərim var, hərdən bir bizim əlaqələrimiz olur və o fikirləri mən onlardan alıram, müsbət fikirləri. Buyurun. Təşəkkür edirəm. Bildiyiniz kimi, Gələcək Körpü Fan Klubu əksəriyyəti xanımlardan ibarət olan bir fan klubdur. Məqsədi təbii ki, Kəpəz komandasına dəstək olmaq və futbolun gənclər arasında təbliğinə nail olmaq və eyni zamanda xanım azərkeşlərimizin də futbola olan marağını artırmaq və qadın futbolunun inkişafına dəstək olmaqdan ibarətdir. Yəni, bu mənada ilkə imza atan fan klubumuz. Qadınların stadionlara cəlb olunmasında böyük təkanı var. Ümumiyyətlə, Gəncədə deyək, bu fan klubun ilk dəfədir Azərbaycanda belə bir fan klub fəaliyyətə başlayıb, mən bildiyim qədər belədir. Qadınların stadionlara gətirilməsi şüarı ilə belə yola çıxmışsınız demək olar. Və buna da nail olursunuz. Son Kəpəzin oyununda da biz gördük, Xəzərlənkiranın oyununda da gördük ki, ayrı bir sektorda qadınlar əyləşmişdi və komandaya dəstək olurdular. Bu da maraqlı bir futbolumuza inkişafına təsir edən məqamlardan biridir. Zəngimiz var, zəngimizi qəbul edək. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Kimlə danışırıq? Səbuhi Zəşkinlərə deyirəm. Səbuhi Şəmkirdən bizə zəng edib. Buyur Səbuhi. Salamlayıram sizdə, qonağınızda, Həsən müəllimdə. İlk övrədə su çərşənbənizi təbrik edirəm. Arz edirəm ki, hər birinizin həyatında su kimi təmiz qurulur, sərfələr vərəqlənsin. Çox sağ ol Səbuhi, çox sağ ol. Öncə xanım azərkeşlərinin stadionlara gəlməsini deyirdik. Bu Azərbaycanda yeni olsa da bir-iki il ərzində olsa da artıq bu Şəmkirin Qılınc Bəyli kəndində 10 il bundan qabaq xanımlar artıq stadiona ağırlaşıb futbol sevirdilər. Bu bir. İkinci, bir tərəfdən də Azərbaycan milli komandası Gəncə Bert Foxon kapitanıdır. İstədiyini də eləyir. Yəni məşqçilər Dubaya daşıyır, hara daşıyır, nəsə məqsədə yönlüdür. Əgər xeyri varsa getmələri məsləhətdir, əgər xeyri yoxsa getmələri məsləhətdir, mən lazım görürəm. Sən məşqçilərimizin Dubaya aparılmasına münasibətin çox mənfidir, pisdir. Mən belə fikirləşdim. Yəni ki, Bəhruz müəllim, siz necə? Yəni xeyri varsa getsinlər, etiraz eləmirəm. Kimin deyər ki, getdiyi yerdən bir ağacın başına bir meyvə qoparsan, kimin istəyər ki, o meyvə pis datsın, ya sürü çıxsın. İstəyər ki, şirin olsun, yaxşı datsın. Çox sağ ol Səbuhi zənginə görə. Şəmkirdən bizə zəng etmişdi bizim daimi tamaşaçımız. Buyurun Mikail müəllim. Hansı işlər görülür? Bu işlər barəsində qısaca məlumat. İlk öncə qeyd edeyim ki, bizim Gələcək Körpü Fan Klubu, Gələcək Körpü Gənclər İctimai Birliyinin nəzdində yaradılan bir fan klubdur.
və təşkilatımızın sədri Orxan Abbasov şəxsən sizə böyük salamlarını çatdırır. Çox sağ olsun, bizdən də salamlar. Efir vasitəsilə Orxan müəllimə salamlar. Efir vasitəsilə sizi izləyirlər yəqin ki. Və mən deyərdim ki, yəni bizə çox dəstək oldu. Biz təklif elədik, bir qrup təşəbbüs gənc tərəfindən yarandıq və biz təklif elədik Orxan müəllimə ki, bəs bizim belə bir ideyamız var. Sağ olsun bizim ideyamızı dəstəklədi və buna çox yəni yekdilliklə yəni bizim bu təklifimizi qəbul elədi və bizə dəstək oldu və hal-hazırda gördüyünüz kimi biz fəaliyyətdəyik və fəaliyyətimizdəki artıq respublikada tanınmış bir fan klublarından birinə çevrilməyə bacarmışıq. Və bu da təbii ki, bizim sədrimiz Orxan müəllimin böyük əməyi və zəhməti var. Və eyni zamanda qeyd etmək istəyərdim ki, bizim Gəncə şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Mikail Zeynalovun da böyük zəhməti oldu. Yəni bizə çox dəstək oldu Mikail müəllim. Təşəkkür edirəm Mikail müəllimə də efir vasitəsilə. Həsən müəllim, siz necə deyə bilərsiniz? Bu qadınların stadionları gətirilməsi ümumiyyətlə Azərbaycanda qlobal bir problemə çevrilib. Ancaq Gələcək Fan Klubu belə bir təşəbbüslə irəli sürdürür və qadınlar da stadionlara gəlirlər. Bu barədə. Bilirsiniz, əziz tamaşaçılar, axşamınız xeyir deyirəm, hər birinizi salamlayıram. Mən milli koloritdən, milli mentalitetdən özümə yük götürərək buradan deyirəm ki, qadınların futbola o qədər də gəlməsinə önəm vermirəm. Bütün sahələrdə Avropaya inteqrasiya eləsək də, biz Azərbaycanlıyıq, biz Azəri türküyük. Türkiyədə də o qədər böyük önəm vermirlər. Amma məsələn, başqa cürə götürəndə, bilirsiniz ki, 17 yaşlar arasında Bakıda çempionat keçiriləcək. Yəqin ki, qızların oyununa qızlar daha çox gələcək. Və mən arzu edərdim ki, sizin fan klubda Gəncə gimnaziyasında təhsil alan qızları, onları, necə deyərlər, qabaqçıl rolundan istifadə edəsiniz. İlk dəfə, ilk qaranquşlar onlar ola, ilk dəfə onlar gələ və onlar da öz siniflərindəki o başqa qonşularındakı qızları cəlb edə. Və bununla biz tamaşaçıların, yəni qadın tamaşaçıların kütləvliyini, stadiona axınını artırmış olar. Amma mənim şəxsi fikrimdir. Mən də istəyərəm gələrlər. Təbii ki, yəni orta nəslin nümayəndəsi bizlə razılaşa bilməz. Mən əleyhinəyəm. Mən sizin işinizə hörmətlə yanaşıram. Amma mən qeyd edeyim ki, müəllim, yəni biz elə bil ki, məsəl üçün, dünya və Avropa praktikası var da, deyək ki, məsəl üçün, qardaş Türkiyədə misal götürək, qardaş Türkiyədə misal üçün, stadiona xanımlar, bəylərlə yanaşı xanımlar da çox rahatlıqla oyun izləyirlər və çox böyük zövq alırlar deyərdim ki. Yox, çox böyük önəm vermirlər və azdılar. Niyə müəllim, belə fikirləşməyin? Çünki son çempionat oyunlarında... Bilirsiniz, üzr istəyirəm, siz Gəncədə əgər 5000 tamaşası varsa, onun 500-ü qız ola bilməz. Elədirmi? Orada var 60.000 və orada 1000 rəqəmi həmin rəqəmdən də aşağı rəqəm sayılır. Halbuki 1000 yoxdur. Fikrim çatdı, üzr istəyirəm sizə. Amma yenə dedim, o qaranquşlardan istifadə edin, o qızlardan. Və onlar ilk cığraçar olsunlar və onların cığırı ilə çoxlu qızlar stadiona gələrlər. Əslində biz bu işə yəni dəstək olmaq məqsədimiz nə idi? Məqsədimiz o idi ki, cənab prezidentimizin qadın futbolunun inkişafından bağlı xüsusi sərəncamı var və biz bu sərəncama deyək ki, bir təşkilatımız olaraq bir töhfə vermək üçün, bilirsiniz, Gələcək Körpü Gənclər İctimai Birliyi bir çox sahələrdə öz töhfəsini verir vətəndaş cəmiyyətinin inkişafına. Biz düşündük və qərara gəldik ki, bu idman növünün də inkişafına dəstək olmalıyıq və biz bu məqsədlə yarandıq və biz bununla bağlı bir çox layihələrimiz olacaq gələcəkdə və ona görə biz bu işlərə həyata keçirməyə çalışırsınız. Mənim efir rejissoru mənə məlumat verir ki, o dekabrın 7-sində sizin fan klubunun açılış mərasimi olmuşdu. Bizim də El televiziyasının əməkdaşları həmən fan klubda iştirak etmişdilər və bizdə efirə getmişdi həmən süjet və bir daha həmən süjeti tamaşaçılara izlədəcəyik. Orada maraqlı məqamlar var idi ki, qadınların fan klubun açılış mərasimində aktivliyi müşahidə olunmuşdu və həmən süjeti izləyək, sonra Azərbaycan Yunima Premyer Liqasının oyunlarına keçəcəyik. Gəncə şəhərində fəaliyyət göstərən Gələcək Körpü İctimai Birliyi öz fan klubunu yaradıb. Əksəriyyəti xanımlardan ibarət olan Gələcək Körpü fan klubunun məqsədi bəy azarkeşlərlə yanaşı, xüsusən xanım azarkeşlərimizin də futbola olan marağını artırmaqdır. Konferansda təşkilatın sədri Orxan Abbasov, Gənclər və İdman Baş İdarəsinin rəisi Mikail Zeynalov, yeni fan klubunun sədri Mikail Əlzadə və eləcə də Kəpəz Futbol Klubunun baş məşqçisi Mirbağır İsayev, komandanın oyunçuları Azər Məmmədov, Jünvan Suarez, Ceyhun Sultanov və digər oyunçular iştirak ediblər. Bununla yanaşı tədbirdə Gəncədə fəaliyyət göstərən Kəpəz, Xəmsə, Kəpəzmaniya fan klublarının sədrləri də fikirlərini bildiriblər. Tədbir zamanı gənc fanatlar futbolçulara və baş məşqçi Mirbağır İsayevə öz suallarını ünvanlayıblar.
Bizim elə başlıca məqsədlərimizdən biri bu idi ki, yəni biz Azərbaycanda görünməyən bir haldır ki, yəni ilk dəfə mən yəni bildiyim qədərində deyirəm, ilk dəfədir ki, bu belə bir fan klubu, xanımların əksəriyyəti xanımlardan olan fan klub yaranıb və biz də elə düşünürük ki, inşallah o meydanlarda bizim fan klubumuz orada nümunəvi çıxışlarından, nümunəvi davranışlarından orada digər fan klublardan seçiləcəkdir. Sonda onu da qeyd edək ki, Gələcək Körpü fan klubu Gəncədə fəaliyyət göstərən 5-ci və ölkəmizdə qadınların qatıldığı fanat qrupudur. Dekabrın 7-sində keçirilən açılış mərasimində olan süjeti izlədik. Biz orada oynayan gün idi. Bəli, bizim yoldaş görüşüb keçirdiyimiz vaxtda təsadüf etmişdi həmən tədbir. Sizə dəstək olanlar kimlərdir? Bunları da xahiş edirəm, açıqlayardınız. Biz əməkdaşlığa qərar verdik. Təhsil Respublika İdman Cəmiyyətinin Gəncə filialı əməkdaşlığa qərar verdik. Mən Xəyal Hacıyev də efir vasitəsilə salamlayıram və təşəkkürümü bildirirəm Xəyal müəllimə. Yəni biz qadın futbolunun məhz bazası Gəncədə məhz o mərkəzdə yerləşir və bəli, biz o mərkəzlə yaxından əməkdaşlığa qərar verdik və həqiqətən də Xəyal müəllim orada çox böyük işlər görüb, xüsusən də bu idman növünün inkişafından bağlı çox dəstək olur və biz elə qərara gəldik ki, elə bizim də fan klubunun əksəriyyət xanımlardan ibarətdir və o bazada da məhz qadın futbolunun bazası oradadır və qərara gəldik ki, əməkdaşlıq eləyək, yəni gələcəkdə bir sıra layihələr həyata keçirək və əməkdaşlığımıza inşallah mart ayında bir futbol turnirinə başlama fikrimizdə var. Bizim də mart ayında El Televiziyasının təşəbbüsü ilə futbol turniri keçiriləcək və siz də bu canlı efir vasitəsindən dəvət edirəm və həmən turnirdə iştirak edib öz qüvvənizi göstərərsiniz. Olar. Gələcək fan klubundan danışdıq. İnşallah geniş danışacağıq. Qısaca fan klub haqqında məlumatımız oldu azarkeşlərində. Ümumiyyətlə 20 və 21-ci turun oyunları keçirildi əziz futbol sevərlər. Bugün yekun vuruldu 21-ci turun oyunlarına. Biz çalışdığımız qədər 20-ci və 21-ci turun oyunlarının video görüntülərini sizə çatdıracağıq. Ola bilsin ki, görüntülərimiz az ola bilər, ancaq çalışdığımız qədər həmən görüntüləri izləməyən tamaşaçılar bir daha izləyib və Həsən müəllim qətiyyətli fikirləri, düz fikirlərini sizlərə çatdıracaq. İlk oyunumuz 20-ci turun açılış oyunudur. Bakı-Qarabağ görüşü və həmən oyunla bağlı video görüntümüz efirə gəlsin. Cəlmə meydançasına doğru irəliləmə ona müəssər olmadı və indi Qarabağ komandası sürətlə hücum təşkil edə bilər. Oyundan kənar vəziyyət yoxdur. Əfran İsmailov qapıcı ilə üzbəüz qalan. Əfran zərbəsi və Marko Şarliyel. Oyundan kənar vəziyyət yoxdur. Bəxtiyar Sultanov qapıcı ilə geridə qoyur və 11 metrlik cəlmə zərbəsi olacaq. Heç şübhəsiz Marko Şarliyel sarı vərəqə ilə cəzanı. Hakim işarəsini verdi. Əfranın zərbəsi və gol. Qarabağ komandası hesab açır 1-0. Komandası daxil edir, top geriyə doğru ötürülür. Rəşad Sadiqovun zərbəsi və gol! Mükəmməl gol Rəşad Sadiqovdan, hesab 2-0 Qarabağ komandasının xeyrinə olur. Belə zərbənin qarşısı alınmaz idi, çox qüvvətli zərbə, 9-la birbaşa istiqamətlənir Rəşad Sadiqovdan. Cəmşid Məhrəmov onun qarşısını kəsməyə çalışır, Əfran cəlbə meydançasına daxil oldu, ötürməsini verdi. Qapıya doğru zərbə və gol! Georgi Adamya 3-cü topu Bakının qapısından keçirir. Georgi Adamya sürətli əks-hücum təşkilatçısı kimi Əfran İsmailovun alqışa layiqdir. Georgi Adamya sadəcə topa dəqiq zərbə endirdi və hesab artıq 3-0 Qarabağ komandasının xeyrinədir. Çox gözəl bir hücum və Bakı doğma azarkeşlərin önündə Qarabağa 0-3 hesabı ilə məğlub oldu 20-ci turunun açılış görüşündə. Bu görüşlə bağlı Həsən müəllim hansı fikirləriniz var və bu 21-ci turda Qarabağ öz meydanında Kəpəzi məğlubiyyətə uğratdı 1-0 hesabı ilə. Buyurun. Həmin oyunda elə bil ki, Qarabağın çempionluqdan üzülmək, yəni irəli yerləri tutmaqdan üzülmək şansı olardı əgər məğlub olsaydı. Hamının sevimli, mənim də sevimli komandam Qarabağ bu oyunda Bakını bütün oyun komponentlərində uddu. Demək olar ki, bir nəfəsə Bakını keçdi və Starkov bu oyundan sonra özünün kreslosunu laxladığını etiraf etdi. Rəhbərlik ona ciddi xəbərdarlıq etdi. Növbəti turda məğlub olsaydı, yəni 21-ci turda da Bakı məğlub olsaydı, bugün Starkov çox maraqlıdır ki, özdə Starkova qarşı belə deyək də, o Azərbaycan futbolunda torba tikmə əməliyyatı var. Və burada onun ən sevimli oyuncusu Verpakovski. Yerli Verpakovski. Öz yerlisi Verpakovskini heyətə salmamışdı.